Neçə nömrədə qaldı? 33-də. Yenə də eyni qaydayla A, B 0 0 0 1 1 0 1 1. Heç birinin ərazisi olmasın. Rəngli olduğuna görə kənar sahələr 1 yazacaq. Qalan hamısına isə 0 yazacaq. Çünki hamısı rəngsizdir. Bu hansına uyğundur? Deməli, inversiyaya uyğun deyil, ekvivalensiyaya uyğun deyil. Gəlin digər variantları yoxlayaq. B variantını yoxlayaq. A-nın inkarı and B. A-nın inkarı B-nin özü. Sıfırın inkarı 1 and 0. 1 and 0 bizə 0 verər, amma 1 yazıb. B variantı deyil. Gələk A-nın inkarı and B-nin inkarı. 1 and 1 1 eləyər. Aha. 1 and 0 0 eləyər. 0 and 1 0 eləyər. 0 and 0 0 eləyər. Deməli o zaman C variantı uyğun gəldi. Aydın olur. A, B 0 0 0 1 1 0 1 1. Bir dənə kəsişməsində 0-dır da, düzdürmü? Qalan hamısında 1-dir. 1-dir. Bu hansına uyğun gəlir? Deməli, implikasiya deyil, deməli, and deyil, digərlərini yoxlayaq. A-nın inkarı B-nin özü. 1 and 0 bizə 0 verməlidir, 1-dir. Deməli, bu deyil. Keçdik bura. A-nın inkarı B-nin inkarı. 1 and 1 1 eləyər. 1 and 0 0 eləməlidir, amma 1 yazıb. Deməli, onda bu da deyil. A-nın inkarı or B-nin inkarı. 1 or 1 1 eləyər. 1 or 0 1 eləyər. 0 or 1 1 eləyər. 0 or 0 0 eləyər. O zaman D variantı. A Müəllim, kitabda D variantında bizdə ən deyil. necə? Razım müəllim. Orada Əndi siz bizdə. 001 götürmüsünüz. 00 olan sahə e, 0 olmalı deyil. Rənglənməmiş sahədə axı. Kəsişməsini 0 götürmüşəm müəllimə. Baxın, Düzdür. heç birinin ərazisi olmasın. Söz sahəsidir. 1. Yalnız B-nin ərazisi olsun. Buradır 1. Yalnız A-nın ərazisi olsun. Buradır 1. Hər ikisinin ərazisi olsun. Bax, bu hissədə 0. Düz götürüb müəllim. Hə, müəllimə, nəsə deyirdiniz. Dediniz, kitabda nədir? Səhv edə bilərəm, ola bilsin bəlkə də. Yox, müəllim, mən səhv salmışdım, nömrələri səhv salmışdım. 33 ilə, 34 ilə 35-i. 0 0 0 1 1 0 1 1. Bundan eyni deyil ki bu. Məncə eynidir. Eynidir, amma variantlarda başqa çıxdı. Variantlar fərqlidir. O zaman yenə kəsişməyə 0 yazaq. Qalanları hamısına 1 yazaq. 1, 1 və 1. Baxaq. Bu deyil. A-nın inkarı B-nin özü. Bu olmayacaq. 1 and 0 bizə 0 verməlidir. Bu 1-dir, bu deyil. Baxaq C variantına. Hər ikisinin inkarı deməli 1 and 1 bizə 1 verər. 1 and 0 bizə 0 verər. Amma bu da deyil. D variantına baxaq. A and B-nin inkarı 0 and 0 inkarı 1. 0 and 1 0 eləyir inkarı 1. 1 and 0 0 eləyir inkarı 1. 1 and 1 1 eləyir inkarı 0. O zaman D variantı. Burada əvvəlcə inkar edir, sonra invers konjüksiya edir. C variantında. Amma D variantında isə əvvəlcə konjüksiya edir, alınan nəticəni inkar edir. Təbii ki, cavablar da fərqli olur. A, B 0 Razı müəllim, deməli bütöv inkar olanda birinci əməliyyatı yerinə yetirir, sonra inkar edir də. Bəli, bəli, bütöv inkar olanda əməliyyatı yerinə yetirir, sonra inkar edir. Bəli. Məsələn, Çox tutaq sağ ki, bu formada olanda bəli. 0 1 1 0 1 1.
Burada da bir dənə bu halında 1 olacaq. Heç birinin ərazisi olmasın. Qalan bütün hallarda 0 olacaq. 0 olacaq. 0 olacaq. Hansına uyğundur bu? Deməli, buna uyğun deyil. Bir-bir yoxlayaq. A-nın inkarı and B-nin özü. 1 and 0 bizə 0 verməli idi, amma 1 verib. Bu deyil. E, Deməli, konjunksiya sonra inkar. 0 konjunksiya 0 0 eləyər, inkarı 1. Aha. 0 1 bizə 1 verər, inkarı 0. 1 0 bizə 1 verər, inkarı 0. 1 1 bizə 1 verər, inkarı 0. Deməli o zaman C variantı. A B 0 0 0 1 1 0 1 1. Deməli heç birinin ərazisi olmasın. Bunun kənar sahələridir. 0'dır. Yalnız B'nin ərazisi olsun. Buradır. 0'dır. Yalnız A'nın ərazisi olsun. Buradır. 1'dir. Hər ikisinin ərazisi olsun. Buradır. Rəngsiz olduğuna görə 0'dır. İndi baxaq görək bu hansına uyğun gəlir. A variantını yoxlayaq. Deməli 0 ekvivalensiya 0 bizə 1 verər. İnkarı 0 eləyir. Hələ ki düz gəlir. 0 implikasiya 0 ekvivalensiya 1 bizə 0 verər. İnkarı amma onu 1 verməlidir, amma 0'dır. A variantı düzgün gəlmədi. Yoxlayırıq implikasiyanı. Deməli 0 implikasiya 0 bizə 1 verər, inkarı 0'dır, düzdür? 0 implikasiya 1 bizə 1 verər, inkarı 0'dır, düzdür? 1 implikasiya 0 bizə 0 verər. 0 implikasiya 1 bizə 1 onu dedik. 1 implikasiya 0 bizə 0 verər, inkarı 1'dir, düzdür? 1 implikasiya 1 bizə 1 verər, inkarı 0'dır, düzdür? Deməli A implikasiya B'nin inkarı. Doğru cavab oldu B variantı. Razım müəllim, bu hissiyə gələndə, o inkar hissəsinə gələndə zəhmət olmasa biraz yavaş-yavaş deyin. Orada mən şaşıram. Yaxşı. İndi mən riyaziyyat müəllimi olmadığıma görə biz yəni daha doğrusu öyrənmək üçün deyirəm. Burada riyaziyyatçılarımız da var bizim. Riyaziyyatla çoxdan uzaqlaşmışam. Çoxluqlarla biraz kənarlaşmışam. Çoxluqlarla bunu etmək, tapmaq necə taparıq? Məsələn, müəllimə demişdi, bəs çoxluqlarla tapmaq olar. O sadəcə müəllim gedişatda toplama əndlə orada yararlıdır. Çoxluqlar fərqi və çoxluqların kəsişməsi, birləşməsi fərqi. Kəsməsinə uyğundan. Yəni Qalan hallarda Bəli. bu hallarda ödəmir, İmplikasiyada, doğru. ekvivalensiyada ödəmir. Amma Ödəmir. bu hallar Bəli, müəllim. Düz deyirlər, axırında bəli. olan De Morgan qanunlarına ödəyir çoxsu. Elə o qanunlar elə bilirəm Bəli. ki, daha çox ödəyir. Yəni bu üsul İnkarı, ödəyirəm. inkarı. Bəli. Bu üsul daha yaxşıdır müəllim. Çox sağ olun. Təşəkkür edirəm. Daha möhtəşəmdir. Təşəkkür edirəm müəllim. Mən sizə təşəkkür edirəm müəllim. Hamınız adına çox sağ olun. Sağ olun. 0 0 0 1 1 0 1 1. Kənar sahələr rəngsizdir. 0. Yalnız B'nin ərazisi olsun. 1. A'nın ərazisi olsun. 1. Hər ikisinin kəsişməsi olsun. 0. Baxaq A variantına. Deməli 0 ekvivalensiya 0 bizə verər 1. İnkarı isə onun 0'a bərabərdir. Hələ ki düz gedir. 0 implikasiya ekvivalensiya 1 bizə 0 verər. Amma onun da nəticəsini inkar edərək üstünə xətti var. O da 1 eləyər. Düz gəlir. 1 implikasiya 1 ekvivalensiya 0 da 0 verər. İnkarı 1'dir. Düz gəlir. 1 ekvivalensiya 1 də 1 verər. İnkarı isə onun 0'da düz gəlir. Deməli o zaman A variantı uyğundur. Gəldik 39'a. Verilmiş ifadənin doğruluq sxemini Venn diaqramı ilə ifadə edin. İndi burada bizdə indiyə qədər deməli nümunə verirdi və o biz şəkil verirdi, şəkilə əsasən nümunəni tapırdıq. İndi isə biz əvvəlcə nümunəni verib, nümunəyə əsasən biz şəkilləri tapacaq. İndi mən bir üsul bilirəm. Bilmirəm, bəlkə də bu üsul biraz işimizə yaramayacaq. Bəlkə ondan daha əlverişli bir üsul var, amma mən bildiyim üsul budur. Məsələn, burada mən şəkilləri bir-bir şəkillərlə deməli işləyirəm. Yazıram, deməli belə. A, B. 0, 0, 0, 1, 1, 0,
1, 1. A variantını götürmüşəm. Heç birinin ərazisi olmasın. 0. Yalnız B'nin ərazisi olsun. 1. Yalnız A'nın ərazisi olsun. 1. Hər ikisinin ərazisi olsun. 0. İndi gəldim qiymətləri qoydum yerinə. A, yəni A'mız 0. A'mız 0. A'mız 0. Aha. And B'mizin inkarı 1. Or A'mızın inkarı 1. Or B'mizin özü 0. Bu bizə nə verər? 0 and 1 varsa gerisinə baxmayaq 0 verəcək. Hələ ki düz gəldim. Gəldim bura. A'mızın özü 0 and B'mizin inkarı 0. Aha. Or A'mızın inkarı 1. Or B'mizin özü 1. Baxıram ki 1 or 1 varsa 0 or and 0 bizə 0 verər. Or 1. 0 or bizə 1 verər. Hələ ki düz gəlir. İndi gəldim üçüncünü yoxlayam. Bəxtimiz gətirsə A variantında çıxacaq. Gətirməsə gedəcək axıra. Deməli burada A'mızın özü 1 and B'mizin inkarı 1 or 1 and 1 varsa nəticə 1 olacaq da, düzdür? İstəyir burada orada axı, lap burada 0 gəlir gəlsin. Yenə də 1 olur axı. Aha, bu da düz gələcək. Bir dənəsi qalıb. O da alınsa deməli A variantıdır. A'mızın özü 1 and B'mizin inkarı 0 or A'mızın inkarı 0 or B'mizin özü 1. 1 and 0'dan 0 alırıq. Or 0 or 0'dan da 0 or düz mü yazdıq? B'mizin özü deməli bu düzgün gəlmədi axı. Bir A'mızın deyə baxaq. A'mızın özü 1 and B'mizin inkarı 0 or A'mızın inkarı 0 or B'mizin özü 1. 1 and 0'dan aldıq 0 or 0 or 1'dən aldıq 1. 0 or bizə 1 0 or 1 bizə 1 verər, amma bu 0'dır. Deməli A variantı deyilmiş. Onda gərək digər variantlarda yoxlayaq. Otuz doqquz. Elə bil hardasa düz getmədi. Müəllim, hə, orada Görün. nəsə qarışdı. Çünki A olacaq, bunu işləmişəm mən. Burada Evet. doğruluqla əvvəlinci 39 A variantıdır axı. Bir də yoxlayaq. Adam. Hamısı Bəzi düz gəldi. olan Bir dənə bu düz gəlmədi. 1 0 verdi. Aha, bunu düz yazmışıq. Deməli, A'mızın özü 1 and B'mizin inkarı 0 or A'mızın inkarı 0 or B'mizin inkarı 1. 1 and 0 bizə 0 verər. Or 0 or 1 bizə 1 verər axı. 0 or bizə 1 verər. Bəs burada axı 0'dır. Necə A variantı olacaq? Müəllim, orada B'mizin inkarı 0 olmalı değildi. A'mızın özü 1 and B'mizin inkarı 1 idi. İnkarını 0 yazdıq. Or'u qoydum yerinə. A'mızın inkarı A 1 idi. İnkarını 0 elədim. Or B'mizin özü 1. 1 and 0 bizə 0 verdi. Or 0 or 1 də bizə 0 deməli. Bura 0 oldu. Or 0 or 1 1 verərək. Düzdür də müəllim. O şey, yəni səhvdir o variant. D-ni Amma- yoxlayaq da müəllim. Amma deyirlər A variantı da cavab. Qasım Yəni, müəllim, mən- olar mən bircə kəlmə deyim. Buyurun. Burada riyazi yolla gedəndə bu verilir ha birinci dəfə. A, and B-nin inkarı vermək, A-dan B-nin çıxılması deməkdir, fərqi deməkdir. O hissəni göstərir. Bu birisi B-dən A-nın çıxılması deməkdir. Burada elə A variantdır. Birinci mötərizə A çıxaq B deməkdir riyaziyyatda. İkinci mötərizə
B çıxaq A deməkdir və onların birləşməsidir. A variantıdır. Amma bu üsulla alınmadı axı. Mən düzünü deyim, bu üsulla gedə bilmirəm. Mən elə riyazi yolla gedirəm. Qaranlıq qaldı bu üsulla. O biri variantlardan da birini yoxlasaq pis olmazdı. Razım müəllim, Məncə. axı o alınırdı. Niyə? Axırıncı niyə A səhv getdi ki? variantıdır, o biri variant deyil. A'dır. Razım müəllim, bir də axırıncıya bir dənə də baxaq. 1-1 olan. A'mızın özü 1, and B'mizin inkarı 1'in inkarı 0. Or A'mızın inkarı 0. Or B'mizin özü 1. 1 and 0 bize verir 0. Or 0 or 1. Axı bu 1 eləyir. Biz 1 0 yazmışıq axı rəqsiz sən. Mən o müəllim doğruluq cədvəli ilə qrup eləyəndə düz verir, A verir. Yəni adi qaydada. Ay Şey, Razım müəllim, 1 verir. 1 Razım müəllim, baxın. Siz deməli yazmısınız 1. 1 and 0, 0 verir, düzdür? Hı. Mən də Bir də 1 alıram. 0, Bizim bu O bir cədvəlimizdə alır müəllim. Orada amma 0 verirdi. Aa, Cədvəllə orada 0 verir axı. Yəni heç Bəlkə o birinin qayda. hər ikisinin ərazisi olsun, rəqsiz olsun. Amma bir şey var. Burada biz bir məsələni diqqətdən qaçırmışıq. Digər bu tip məsələlərdə hamısında yazıcı iştiraklanmış ərazilər doğru olduğunu göstərir. Amma burada o şey şərt də yoxdur da. Hələ şərt yoxdur. İndi o deyəcəkdim ki, mənim o qədər o qayda bura Burada o keçər. şərt yoxdur. Bəli, düz deyirsiz. Amma qayda olaraq ödəyir. Bəli. Riyaziyyatla ödəyir, amma belə alınmır. Şeydən də ödəyir o. Doğruluq cədvəli quruldu və İndi əvvəlki gəldik qaydanı. bu məsələyə. Burada 3 dənə deməli bizim diaqramımız var. Ağ yeri olsaydı seçərdik. A, B, C. 3 varsa burada 8 hal var. Birincisi 0 ağ yer olsaydı. Bunu kəsib başqa yerə yapışdırmaq olar. 0 0 0 0 0 1 Kəsib Paint proqramında eləmək olar da. Word-də də eləmək olar görüm. Dəqiqə. Hə, elə burada yazaq. 0 0 1 0 1 0 0 1 0 0 1 1 8 hal olacaq. 0 1 1 1 0 0 deməli neçədən oldu? 1 2 3 4 5 1 0 1 1 1 0 1 1 1 1 1 1 1 2 3 4 5 6 7 8 heç birinin ərazisi olmasın çöl sahəsi buradır. Yazdıq 1 nömrə. Yalnız C-nin ərazisi olsun. Buradır 7. Yalnız B-nin ərazisi olsun. Buradır yazırıq 4. B və C-nin ərazisi olsun. Budur yazdıq 5. Yalnız A-nın ərazisi olsun. Budur nömrəsini yazırıq 2. A və C-nin ərazisi olsun. A və C-nin ərazisi olsun. Budur yazdıq 8. A və B-nin ərazisi olsun. Burasıdır. Yazdıq 3. Hər üçünün ərazisi olsun. Yazdıq 6. İndi məsələnin şərtində deyir ki, aşağıdakı məntiqi deməli doğru cədvələ görə doğru qiymət alar. İndi gəlin bunları bir-bir yoxlayaq. Birinci olacaq A-mız 0 ekvivalensiya B implikasiya C-ni inkar eləyək. 0 implikasiya 0 bizə 1 verər. Onun inkarı 0 verər.
or A. A'mızda 0. Bu bize 1 verir də, düzdürmü? Çünki 0 or 0 bize 1 verir. 0 ekvivalensiyası 0 da bize 1 verir. Deməli orada 1 verir. 1 verirsə, deməli 1 nömrəli dairəyə aldıq. Razım müəllim, 0 or 0 0 vermirmi? 0 or 0 0 verir. Amma əvvəldə də ekvivalensiya var axı. Aldığımız 0 or 0-ın nəticəsini də 0 ilə ekvivalensiya elədikdə, mənim o da bizə 1 verir. Gəldik bura. Deməli, 0 ekvivalensiya gözləyir. Deməli, B ilə C-nin implikasiyası. 1 implikasiya C bizə 1 verər. İnkarı 0 verər. Or A'mızda 0. Eyni şey olacaq. Bu da bizə 1 verəcək. Deməli, o zaman 1 də doğru oldu, 7 də doğru oldu. Növbətini yoxlayırıq. Deməli, 0 ekvivalensiya gözləsin öz növbəsini. Deməli, 1 implikasiya C. 1 implikasiya 0 bizə 0 verər. İnkarı 1 verər. Or A'mızda 0'dır. 1 or 0 bizə 1 verər. 0 ekvivalensiya 1 də bizə 0 verər. Deməli, 4 nömrəlidə nəticə 1 olmayacaq. Bizdən doğruları soruşur. Növbəti. Deməli, A'mız Razım müəllim, deməli nəticə 1 olanda doğruları götürürük də. bəli, yəni ki, hansı bölməsində doğru qiymət alar? Məsələn, şərt elədi. Biz hələ ki 1 və 7 tapmışıq. Deməli, götürürük A-nı. 0 ekvivalensiya 1 implikasiya C-yə, 1 implikasiya 1 bizə 1 verir. Onun inkarı 0 verir. Or A'mız da 0'dır. 0 or 0 bizə 0 verər. 0 ekvivalensiya 0 da bizə 1 verər. Deməli, 5-də də ödədi. 5-də də ödədi. Gəldik bura. A 1'dir, ekvivalensiya. A 1'dir, ekvivalensiya. Deməli, B implikasiya C-yə baxacaq. 0 implikasiya 0 bizə 1 verir, inkarı 0 verir. Or A. A'mız da nədir? A'mız da 1'dir. 0 or 1 bizə 1 verər. 1 ekvivalensiya 1 də bizə 1 verər. Deməli, hansını yoxlayırdıq? 5'i yoxlayırdıq da səhv eləmirəmsə, eləmi? Deməli, 5'i yoxlayırdıqsa, onda bu da ödədi. Bu da 5'i yazmışdıq. 2'ni yoxlayırdıq. 2 də doğru oldu. Burada da doğru oldu. Gəldik. Razım müəllim, cavablarda belə bir variant yoxdur axı. 7-də nəsə yəqin səhvlik elədik. Müəllimə, bir dəqiqə üzr istəyirəm. Axıra olmamış olmasın. 7 yoxdur ki cavablarda. Mən də burada ardıcılıqla düzməmişəm də. İndi ardıcılıqla düzəndə bəlkə alınacaq. Yaxşı. Bir deməli 8 A'mız 1'dir. 1 ekvivalensiya 0 implikasiya 1 bizə 1 verir. İnkarı 0 verir. Or A 1. Deməli 0 or bizə 1 verir. 1 ekvivalensiya 1 də bizə 0 verir. Deməli 8 alınmadı. Gəldik bunu yoxlamağa. 1 ekvivalensiya 1 implikasiya 0 bizə 0 verir. İnkarı 1 verir. Or A. Deməli 1 or bizə 1 verir. 1 ekvivalensiya 1 də bizə 1 verir. O zaman 3 də alındı. Sonra 1 ekvivalensiya 1 implikasiya 1 bizə 1 verir. İnkarı 0 verir. Or A. A'mız da 1'dir. 0 or bizə 1 verir. 1 ekvivalensiya 1 də bizə 1 verir. 6 da alındı. İndi gəlin bunu ardıcılıqla düzək görək. Belə bir variant varmı, yoxmu? Deməli 1, 2, 3, 5, 6 və 7 var. 1, 2, 3, 5. 8 də olan var. 1, 2, 3, 5, 6, 7, 8. 8'də 8 qalıb. 8'də niyə götürmədik o zaman? Belə bir variant var. 1 ekvivalensiya gözləsin. 0 implikasiya 1 bizə 1 verir. İnkarı 0. Or 1. 0 or 1 bizə 1 verir. Deməli, ekvivalensiya 1 də 1 verir. Düz də var. O zaman hansı variant oldu? 1, 2, E 3, variant. 6, 7, 8. E variant. Çox uzun və İnanmıram bunlardan düşsün Razım müəllim. İnşallah imtahana düşməz.
E, Belə şey düşsə 100% mən səhv eləyəcəm. Bu çox qarışıq məsələdir. Karışıq. Bu da onun kimidir də vaxtımız getməsin. Digərləri ilə davam edək. Çox Aşağıdakı qarışıq. məntiqi bərabərlik hansı qanunu ifadə edir? Deməli bu e, yerdəşmə qanunudur. X or Y bərabərdir Y or X. Bu bizim yerləşmə qanunumuzdur. Yəni X Toplananların Y yerini ilə dəyişdikcə və cəm Y dəyişmir. dəyişmir. Bu isə deməli hansı qanundur? Y or Z. Qruplaşdırma. Bu da qruplaşdırmadır. Bəli, doğru cavab. Qruplaşdırmadır. Növbəti cavabımız 44-də. Paylama. 44-də bu riyaziyyatdan bildiyimiz paylama qanunudur. Paylama. Mötərizənin xaricindəkini hamısını bir-bir vururum. Burada doğru cavab C variantıdır. 45-də isə De Morgan qanunudur. Yəni inkar hər bir elementin ayrı-ayrılıqda inkarına bərabərdir. X-in inkarı or-u əndə çevirir, ənd Y-in inkarı bu isə adlanır De Morgan qanunu. 46. X or X X-ə bərabərdirsə, o zaman bu adlanır, nə adlanır? Eyni güc. Yəni eynidir. 47-də isə 2 qat inkar deməkdir. Yəni inkarın inkarı elementin özünə bərabərdir. Burada doğru cavabımız oldu. D variantı. Aşağıdakı məntiqi ifadəni sadələşdirir. Deməli, mötərizənin qarşısındakı inkar mötərizənin daxil olan hər bir elementin ayrı-ayrılıqda inkarına bərabərdir. Çox getdik. Deməli, olacaq A-nın inkarı or B-nin inkarı and C-nin inkarı. Bu hansı variantdadır? A-nın inkarı or B-nin inkarı and C-nin inkarı. Bu da D variantındadır. Deməli, and-i or elədi, or and elədi. Hansı qiyməti məntiq ifadəsinin nəticəsi doğru olar? Deməli, burada variantları bir-bir yerinə qoyub yoxlamalıyıq. Məsələn, 2 qoysaq, 2 4-dən kiçikdir, doğrudur. 2 4-dən böyükdür, Razım mənəm. yalan. Burada Razım mənəm. doğru Olay bir sual verim. inkarı yalan, bəli. Burada 48-də var ha. Bu 48-də düzdür mötərizənin qabağındadır da inkar düzdür. Bəli. Açandan sonra inkar niyə qalır? O orada çaşdıracaq, təzədən yenə inkara çevriləcək də. Yəni mənə mötərizənin daxil qarşısında olan inkar, mötərizənin daxilində olan elementlərin hər birini ayrı-ayrılıqda inkar edir. Elə bil ki, mötərizənin qarşısında minus mənfi işarəsi var. İçərisindəki ifadələri müsbəti mənfiyə, mənfi müsbətə çeviririk. Bu da hər birini ayrı-ayrılıqda A-nı da inkar edir, əndi ora çevirir, ora əndə çevirir. Burada deməli biz nəticə doğru olması üçün yalan olmalıdır ki, onun inkarı doğru olsun. Və biz baxırıq ki, burada ordur. Oru da bu təbii ki, inkar əndə çevirəcək. Deməli, əndə çevirəcək. O zaman gəlin 4 qoyaq. 4 4-dən kiçikdir, yalandır. Or 4 4-dən böyükdür, yalandır. Normalda bu yalan eləyir. Amma inkarı bunu doğru edir. Cavab 4 olduqda cavab ödəyir. X-in hansı qiymətində verilmiş məntiqi ifadə doğru olar? 5 qoysaq 5 3-dən böyükdür 1, and 5 5-dən kiçik bərabərdir. Bu da 1. 1 and 1 bizə 1 verər, nəticə doğru olar A variantı. Burada nə qoyaq? Deməli, variantlarla gedəcəyik. 5-i qoysaq 5 2-dən 5 5-dən kiçik deyil axı orada. harda mənim? Bərabəri yox idi ki. 50-də. Yoxdur axı bərabər. Bərabər kimi gördüm, görək onda. 5 5-dən kiçikdir. O zaman gəlin 6 qoyaq. 6 3-dən böyükdür. Doğrudur. O da ödəmir. 4 qoyacaq. 4 3-dən böyükdür. Doğrudur. 4 5-dən kiçikdir. Yalandır. Doğrudur. Doğru 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 edir. Mən nə bildim burada bərabəri də var. Yox imiş. 4 qoyanda 4 3-dən böyükdür. Doğrudur. 4 5-dən kiçikdir. Doğrudur. Doğru and doğru bizə doğrunu verir. True. 51-də B var, A variantını qoysaq 5 2-dən nəticəsi doğru qiymət alar deyir. 5 2-dən kiçikdir. Yalan. Or 5 4-dən böyükdür. Doğru. Bunun inkarı yalan olacaq. Amma doğru lazımdır. Ona bu getdi. 2 2-dən kiçikdir. Yalan.
2 4-dən böyükdür, yalan. Yalan inkarı doğrudur. Amma o birisləri də qoymaq lazımdır. 3 2-dən kiçikdir, yalan. 3 4-dən böyükdür, yalan. Yenə də inkarı doğru oldu. 4 2-dən kiçikdir, yalan. Mənfi 3'dür. Razım müəllim, mənfi 3. 4 bir dəqiqə. 4 2-dən kiçikdir, yalandır. 4 4-dən böyükdür, yalandır. Yalan or yalan, yalan verir. İnkar isə doğru verir. Doğru cavab B variantı mənim. 51-də B variantı. 52. İfadə yalan qiymət alar. 2-ni qoyaq. Üzr istəyirəm, Razım müəllim, mən başa düşmədim. Orada 2 qiymət, 2 x var. Bəs burada qiymət 3 dənədir. O başa düşə bilmədim. Bir müəllim. qoyuruq mənimə. Birinci 2-ni qoyuruq, sonra 3-ü 4-ü. Yəni hər üçündə ödənməlidir ki, nəticədə yalan olsun, doğru olsun da mənimə. Bir qoyduq yerinə yoxlar. 2 qoyuq yerinə, 2 3-dən kiçikdir, doğrudur. 2 6-dan böyükdür, yalandır. Bu bizə doğru verir. Onun inkarı yalan verir. Yalan, implikasiya 2 4-dən böyükdür, yalandır. Bunun da implikasiyası bizə doğru verir. Nəticə doğrudur. Gəlin 3-ü qoyaq. 3 3-dən kiçikdir, yalandır. 3 6-dan böyükdür, yalandır. Yalan olur, yalan. Yalan olur. Onun inkarı doğru olur. Sonra 3 4-dən böyükdür. Bu da yalandır. Bir implikasiya 0 bizə yalan verər. 0 verir. A variantı olmadı. B variantını qoyaq. Deməli 3 3-dən kiçikdir, yalandır. 3 6-dan böyükdür, yalandır. Yalan inkarı doğru. 3 4-dən böyükdür, yalandır. Bu da implikasiya yalan, bu da yalan verəcək. Mənfi 3 qoyaq. Mənfi 3 3-dən kiçikdir, doğrudur. Mənfi 3 6-dan böyükdür, yalandır. Yəni doğrudursa inkarı yalan olacaq. Mənfi 3 4-dən böyükdür, yalandır. Burada da əsas biz bura baxmalıyıq. Burada 0 olanda 0 verər də. Burada hansı qiymətində 0 yox 0 olmasın. Burada 0 olmasın. 0 olsa ödəməyəcək. Burada 1 olmalıdır. 5 4-dən böyükdür, doğrudur. Onda Y variantı olacaq orada. 52-də Y variantı deyək görək. 6 5-dən 4-dən böyükdür, doğrudur. 6-nı qoysaq. Nazim müəllim, B variantı alınır orada cavabda. 52-də. 6 3-dən kiçikdir, yalandır. 6 6-dan böyükdür, yalandır. Yalan or yalan bizə yalan verir. İnkarı verir, doğru. Düzdür. 3 də 4-dən böyükdür, yalandır. Axı müəllimə bir implikasiya 0 bizə yalan qiyməti istəyir. Mən də bayaqdan doğru qiymətini axtardım. Yalanı istəyirmiş. Yalandır. Bir implikasiya 0 bizə 0 verir. Şərti düzgün oxunulmuş. 53-də yalan qiymət alar deyir. 4 3-dən böyükdür, doğrudur. 1 4 7-dən kiçikdir, yalan doğrudur 1. 1 + 1 bizə 1 verər, inkarı 0 eləyər. 0 or 4 5-dən böyükdür, yalandır. 0 or 0 bizə 0 verər. Aha, 4 ödəyir. 5-i qoyaq. 5 5-dən böyükdür, yalan olacaq. Burada zaten bizə yalan verəcək də. O zaman A variantı. 54. İfadəni sadələşdirin. Çox maraqlı sual tipləridir. Gəlin mən sizə link atım. Nə qədər çox, onsuz da az qalıb. 5-6 sualımız qalıb. Bunları izah edək. Sonra sağollaşaq. 9-da dərsimiz yoxdur, Azim müəllim. Var, hələ dərsimizə bir 20 dəqiqə var axı mənim.